Bugünkü dərsimiz Çin 19 və 20-ci əsrdə olan mövzudur. Bizə məlum olduğu kimi Çini 17-ci əsrin 40-cı illərini, yəni 1644-cü ildən başlayaraq Çin Manzur sülaləsi idarə etmişdir. Və 19-cu əsrin əvvəllərində Çin Manzur sülaləsinin yeritdiyi rüşvətçilik və korrupsiya üsyanlara səbəb oldu. Əhalinin sayının artması və əkinə yaralı torpaqların çatışmazlığı problemi daha da önə çıxartmışdı. Hələ 18-ci əsrdən etibarən Çinin Manzur sülaləsindən olan imperatorların ölkənin ətraf aləmdən təcrid etmə siyasətinə, Avropalıların təcavüzkarlıq siyasətini və şirkətlərin planlarına zidd idi. Vəziyyəti dəyişmək üçün ingilislər aşağıdakı tədbirləri həyata keçirmişdir. Osun şirkətinin Hindistandan gətirdikləri tiriyəyi Çinə idxalı genişləndirmək siyasəti, bir də Çin bazarında ticarət əlaqələri qurmaq imkanı əldə etmək siyasəti. Çinə tiryak idxalı əvvəllər Manzur Çin sülaləsi və bəzi yerli məmurların mənafeyinə uyğun olduğu üçün rahatdır. Onlar bu yolla daha böyük qazanc əldə edirdilər. İngilislər Çində tiryak alverini əsasən də gümüş pul ilə həyata keçirirdilər. Bu İngiltərədən gümüşün çıxarılmasına səbəb olurdu. Bunun qarşısını almaq üçün Çinə tiryak satmağa başladılar. Tiryak ticarətindən varlamaq üçün ingilislərlə əlbir olan yerli məmurlardan fərqli olaraq bunu istəməyən və Çinin gələcəyini düşünən bəzi düşünürlər, yəni mütərəqqi fikirli adamlar da var idi. Və bunlar imperatora təzyiq edərək 1800-cü ildə tiryak ticarətinə qadağa qoymasına nail oldu. Bundan sonra Çinə tiryak gətirilməsi qaçmaqçılıqdan istifadə edilməyə başlandı və bu da isə müəyyən bir iltizam tələb olunmasına gətirib çıxartdı və hətta Cənubi əyalətlərinin hakimlərinin İngilis faktoriyalarında qaçaqmalçılığa müsadirə etməsi İngilislərin böyük bir problem çıxartdı və beləliklə biz görəcəyik ki, İngiltərə və Çin arasında münasibətlər pisləşəcək və bunlar arasında bir müharibəyə səbəb olacaqdır. Birinci tiryak müharibəsinə baxaq. 1840 və 42-ci ildə baş vermişdir. Çində İngilislərin tiryak alverinə getdikcə genişləndirmək istəyi, müharibədə İngilis hərbi eskadralarının Çin sahələrinə hücumu və müharibədə Çinin məğlub olaraq Nankin müqaviləsi imzalaması ilə nəticələndi. Nankin sülhünə görə, birinci, Çin İngiltərəyə böyük məbləğdə təzminat ödəməli idi. Çinin 5 limanı ticarət üçün açılmağa məcbur oldu. Çin İngilislərə ticari güzəştlər, faktoriyalarında xarici missiya üçün toxunulmazlıq hüququ verdi. Xarici dövlətlərin tacirləri Çində məskən salmaq, qoşun saxlamaq kimi hüquq əldə etdilər. Hətta Hong Kong şəhəri, yəni Siyanqan İngiltərə mülkiyyətinə keçdi. Nankin sülhü ilə Çinin yarım müstəmləkəyə çevrilməsinin əsası qoyuldu. Bu, Çin tarixində qeyri-bərabər müqavilə idi və 1844-cü ildə Manzur hökuməti ilə ABŞ və Fransada belə qeyri-bərabər hüquqlu müqavilə imzalanmağa məcbur oldu. Daha sonra Taypinlər üsyanına baxaq. Bu müharibələr arasında baş verən Taypinlər üsyanına 1850 və 1864-cü ildə Çinin cənubi-şərq əyalətlərində baş verdi. Manzur Çin sülaləsinin ağır vergi siyasəti və xarici təcavüzlər buna səbəb olmuşdur. Taypinlər üsyanının əsas ideyası bərabərlik əsasında dövlət yaratmaq idi. Taypinlər üsyanı zamanı üsyançılar Nankin şəhərini tutub öz dövlətlərinin, yəni kəndli imperiyasını yaratdılar. Taypinlərin həyata keçirdiyi islahatların nəticələrinə baxsaq, vergilər azaldıldı, qadınlara kişilərlə bərabər hüquq verildi. Lakin monarxiya ləğv edilmədi. İngiltərə, Fransa, ABŞ yeni iqtisadi güzəştlər əldə etmək üçün Manzur Çin imperatoruna 1864-cü ildə Taypinlər üsyanını yatırmağına kömək etdi. İndi ikinci tiryak müharibəsinə baxaq. 1856 və 60-cı illəri əhatə edən bir müharibədir. Qırım müharibəsindən sonra İngilis və fransızlar Manzur Çin hökumətinin qarşısında aşağıdakı tələbləri irəli sürdülər. Yeni güzəşt və hüquqlar əldə etmək, əvvəlki, yəni 1842 və 44-cü illərdə müqavilələr yenidən baxılması, Çin çaylarında İngilis gəmilərinin üzməsinə icazə verilməsi və bu tələblərin rədd edilməsi ilə ikinci tiryak müharibəsinin başlamasına səbəb oldu. 1860-cı ildə Çin fransız qoşunları ciddi müqavimətə rast gəlmədən Pekinə ələ keçirdilər. Həmin il, yəni 1860-cı ildə Çin hökuməti İngiltərə və Fransa arasında qeyri-bərabər hüquqlu Pekin müqaviləsini imzalamağa məcbur oldu. Pekin müqaviləsinə əsasən tiryakın açıq satışına icazə verildi. Çin Fransa və İngiltərəyə təzminat ödədi. İngilis və fransız təbliğləri Çin ərazisində sərbəst hərəkət, yansız çay vasitəsilə ticarət etmə hüququ əldə etdilər. Yansızın bir hissəsi Taypinlərin hakimiyyəti altında olduğu üçün Pekin müqaviləsinə nəzərdə tutulan bəzi şeyləri həyata keçirmək, yəni reallaşdırmaq çətinləşirdi. Belə bir şəraitdə İngilis, Fransız və ABŞ hərbi dəstələri Manzur Çin ordusu ilə birlikdə Taypinlərə qarşı müharibə başlayaraq onları məğlub etdilər. Və 1864-cü ildə Taypinlər üsyanı yatırıldı, üsyançıların paytaxtı və yaratdıqları dövlət süqut etdi. 1858-ci il Çin və Rusiya arasında imzalanan aydın müqaviləsinə görə Amurun sol sahili Rusiyaya verildi. 19-cu əsrin ikinci yarısında Fransa, yəni 1884-85-ci və Yaponiya ilə 1894 və 95-ci ağır müharibədə Çin beynəlxalq arenada bir qədər də zəifləməsinə səbəb oldu. Məğlubiyyət nəticəsində İmperiya, Vyetnam, Koreya və Tayvan üzərində nəzarəti itirdi. İndi birinci Çin inqilabına baxaq. 1911 və 13-cü illəri əhatə etmişdir. Manzur Çin monarxiyasının süqutuna da baxacaq. 19-cu əsrin sonu 20-ci əsr əvvəlində Çin yarım müstəmləkə vəziyyətinə
düşmüş bir dövlət olaraq qalırdı. Bu dövrdə Çin hərbi məğlubiyyətlər və imperiyanın zəifləməsindən rahat olan hakim dairələr ordunun və donanmanın yenidən silahlanmasına çalışır və dövlət sənayesinin inkişafına vacib sayırdılar. Belə ki, ölkədə həm yerli, həm də xarici məxsus şəxsi müəssisələr yaradılmağa başlandı. Gənclər üçün ənənəvi təhsillə yanaşı həm də Avropa proqramlı məktəblər açıldı. Bu dövrdə demokratik ziyalılar ölkənin daxili vəziyyətinin böhranlı hala çatmasının və müharibələrin məğlubiyyətinin əsas günahını Çin sülaləsinə görərək inqilabi mübarizəyə başladılar və 1905-ci Çində Birləşmiş İttifaq yaradıldı. Bir neçə inqilabçı qrupun birləşməsi nəticəsində yaradılmışdı. Təşkilat Sun Yat-sen rəhbərliyi ilə yaradılmışdı. Sun Yat-sen məqsədini çatmaq üçün Manzur sülaləsini bu yola əsas maneə hesab edirdi. Və Sun Yat-senin əsas məqsədləri və prinsipləri var idi. Millətçilik, demokratizm və xalqın rifahı. 1911 və 13-cü illərdə inqilab nəticəsində Çində monarxiya, yəni Manzur Çin sülaləsi devrildi. Müvəqqəti konstitusiya qəbul olundu. Ölkədə rejim dəyişildi və respublikaya alınan ölkə prezidenti idarə sürüyordu. Sun Yat-sen Çin Respublikasının ilk prezidenti oldu. Bu əraziyə baxaq, bir dənə xəritədə diqqət eləyək. Əvvəllər, yəni Çinin ərazisi, biz baxırıq ki, yəni bu ərazi sarı ərazilər hesab olunurdu. Bu sarı ərazilər. Daha sonra Cunqarya, Tibet və biz deyirik ki, bəzi əraziləri, yəni əsasən Cunqarya və Tibet xanlığının ərazilərini neynədi? İşğal edərək ərazisini genişləndirmişdi. Və diqqətlə baxsaq, aşağı hissələrdə isə Çin yəni, imperiyasından asılan ərazilər var idi. Məsələn, bura biz Nepalı, Butanı, Vietnamı, hətta Koreyanı da misal göstərə bilərik. Lakin müəyyən bir zamandan sonra görəcəyik ki, hətta bunu biz deyəcəyik ki, Fransa və Rusiya və daha sonra Yaponiya müharibələrindən sonra bu ərazilər də Çin imperiyasının əlindən çıxacaqdır və yarım müstəmləkə vəziyyətə düşməsinin əsası birinci triyyətə qoyulmuşdu və yarım müstəmləkə vəziyyətdə olaraq da qalacaq. Daha sonra inqilab nəticəsində biz deyəcəyik ki, respublika yaradılacaq və Çin imperiyası süqut edəcək. Ümidvaram sizin üçün faydalı olar. Oldu, çox sağ olun.